Bu mənim öz mobil telefonumdur. Daha böyük gerçəkləri və reallıqları demək istəyirəm mən sizə. Deməli, bu bizim xüsusi xidmət orqanı əməkdaşı Əhməd adlı şəxsinin əlaqə nömrəsidir. Deməli, bu da atıb bloka hal-hazırda. Nəyə görə atıb bloka? Deməli, bu şəxs məni dəvət elədi xüsusi xidmət orqanına, inzibati binaya, Dövlət Təhqiqat Xidmətinə. Məktub poçta qeydiyyata düşməsin deyə əlbəl mənə məktub verdi, yalançı məktub. Hansı ki, həmən məktubu vermək əsas məqsəd nədən ibarət idi? 2021-ci ildə mən Abşeron Dövlət Təhqiqat Xidmətinə gedəndə və bildirəndə ki, məni bir qrup insanlar narahat eləyirlər, mənə fərqli təzyiqlər göstərirlər. 2021-ci ildə bu şikayətimin qarşısını almaq məqsədi ilə Bantizm əməkdaşı, baş əməliyyatçı İbrahim adlı şəxs avqust ayının 23 və 25 aylarında daxil oldu. Mənim daimi telefon zənglərimə qulaq asmaqla məni izləyirdilər bu adamlar ki, mən onlardan şikayət eləməyim və şikayətlərimin qarşısını alsınlar deyə. 2021-ci ilin deməli avqust ayının 23 və 25-də hər iki dəfə mən oraya getdim. Orada məni Bantizmin işçisi İbrahim gözləyirdi. İbrahim adlı şəxs gözləyirdi. Özünü emin kimi qələmə verdi və mənə öz narkotik alverçisinin üstünə göndərdi. Və daha sonra 2021-ci ilin belə deyək də, artıq payız aylarında, bu hadisədən sonra mənim bu adamlar dəlixanaya basdılar ki, mənim bu insanlar haqqında və onların Azərbaycan dövlətinə əleyhinə qurduqları cinayətkar dəstə barədə heç bir məlumat verməyim. Və məktublara baxa bilərsiniz. Bunlar hamısı rüşvətlə alıb. Bu mənə verilən məktubdur. Hansı ki, bu məktub da təsdiq edir ki, 2021-ci ilin 15 fevralında daha doğrusu da mənə cavab gəlib. 2023-cü ildə belə bir adam olub, həqiqətən də başqa bir idarənin adamı olub. Bu mənim həm bizim dəyərli generalımız Əbülfət Rızayevə ünvanladığım telegramdır. Paralel Dövlət Təhqiqat Xidmətinə də belə bir telegram vurmuşdum ki, Əbülfət Rızayevin də məlumatı olsun hər bir şeydən. Və bu saxta bir sənəddir. Hansı ki, bizim dəyərli general Əbülfət Rızayev tərəfindən adından daha doğrusu saxtalaşdırılıb. Bu saxta bir sənəddir. Bunu əlbəl veriblər və bu sənədi əlbəl mənə verməkdə əsas məqsədləri, poçtuna göndərməyiblər, əsas məqsədləri iz itirməklə bağlı olub. Və bunu etməklə öz cinayətlərinin, belə deyək də, kiber cinayətkarlıqlarını narkotik alverindən və silah alverindən ayırmaq məqsədləri olub. Və mənə daha sonra yalançı belə bir Fariz Vəliyev adlı məktub göndərdilər. Bunlar hamısı sübuta. Deməli, bu yaxınlarda belə bir məsələ də baş verdi. Onlar sən susma. Yenidən mənim mobil telefonuma müdaxilə eləyib, məlumatları silə bilsinlər deyə. 2020-ci ildə olduğu kimi mobil telefonumu yandıra bilsinlər deyə. Mən bir müddət bundan əvvəl Əcəmi tərəfdə qalanda yaşadığım binanın qarşısına belə bir yalançı qondarma elanla vurdular ki, mənim telefonuma müdaxilə edə bilsinlər. Keçək qumar oyunlarına, hansılar ki, güya ki, bu xarici vətəndaşlar tərəfindən də əslində elə bir şey deyil. Bu adamlar xarici vətəndaşların cəsuslarıdırlar. Kapital Bank dələduzluğunu və Azərpost dələduzluğunu, belə deyək də, xarici vətəndaşların əli ilə edirdilər 2022-ci ilə qədər. Mənə özləri veriblər bu məlumatları və bunu etməklə, belə deyək də, iz itirirlər Azərbaycan Respublikası daxilində. Və Kənan Hacıyev öz növbəsində vəzifəsindən sui-istifadə eləyərək istənilən sosial şəbəkəyə müdaxilə eləyə bildiyinə görə, onun şöbəsi var, eləyə bildiyinə görə, hər hansı bir yerdə, belə deyək də, hər hansı bir sosial şəbəkə istənilən, belə deyək də, dələduzluqla bağlı ürəvi istəyən hər bir şey, proqram təminatı, belə deyək, göndərə bilirlər. Amma mobil telefonda oyunlara gələn və yaxud da ki, hər hansı bir gələn reklamları idarə eləmək üçünsə, belə bir vasitəni istifadə edirlər. Abunavleniya. Bunu eləyən son olur. Bunlar bu gördüyünüz iz itirmək üçündür. Əslində 2022-ci ilə qədər gedən Azərpost və Kapital Bank dələduzluğunun izini itirmək üçündür. Bu səhifələrdir. Bu xanım, məsəl üçün, hansı ki, yer gələndə YouTube sosial şəbəkəsinə müdaxilə eləməklə mənə xarici vətəndaşın əli ilə belə bir torba tikmişdi. Mən sayta daxil olan kimi Nobar, burada bir şey yazılıb da. Sayta daxil oldum. Bu gördüyünüz kimi qondarma və yalançı prezident administrasiyasıdır. Hansı ki, belə bir administrasiya ümumiyyətlə yoxdur. Müqayisə eləsəz. Real Match oyunu bu şəxslər tərəfindən yaradılıb. Daimi olaraq məni manipulyasiya və psixoloji təzyiq altında saxlaya bilsinlər deyə yaradılmışdı bu oyun. Mən
hara daxil olurdumsa, mən hər hansı bir oyuna daxil olanda, hər hansı bir internet səhifəsinə daxil olanda məni daimi olaraq bu adamlar təqib edib, söyüb təhqir edirdilər, alçaldırdılar dayanmadan. Bu da yenidən qaymələrdir, bu da yenidən o yalancı, fake qondarma məktubdur. Və əfsuslar olsun ki, bu adamlar necə ki, Kapital Bank və digər dələduzluğu xarici vətəndaşların əli ilə eləyirdilərsə, məhz bu vətəndaşlar, bu adamlar həmçinin bizim cənab prezidentimizin və onun ailəsinə aid olan şəxsləri söyüb təhqir eləyirdilər. Və birmənalıdır ki, bunların yaranma səbəbi də bu adamların əlbir olaraq dövlət əleyhinə qurduqları bu çirkin planlar, çirkin oyunların bir adı var, bu da təxribatdır. Bu Azərbaycan Respublikası daxili təxribatıdır. Hansı ki, bu təxribat Azərbaycan vətəndaşlarına qarşı yox, həmçinin əfsuslar olsun ki, bizim dövlətimizə qarşı istiqamətlənib. Və bu adamlar kimlər ki, prezidenti çox istəyirlərsə, Mehriban xanımı dəyər verib sevirlərsə, daimi olaraq kommentariyaları belə izləyə bildiklərinə görə öz xalqına, prezidentlərinə və dəyərli Mehriban xanım olan nifrətlərini də xarici vətəndaşların əli ilə eləyirlər. 2023-cü ildə məni təcili tibbi yardım maşını ilə vurub öldürmək istədilər. Bu onlar da alınmadı. Mən bilirəm ki, həyatım bu dəqiqədə təhlükə altındadır. Amma ümid edirəm ki, əgər başıma bir hadisə gəlsə, nəsə bir olsa, heç olmasa bəlkə də mən öləndən sonra haqq ədalət yerini tapar və bu şəxslər hansılar ki, əlbir olaraq Azərbaycan dövlətinə qarşı çoxşaxəli cinayətləri həyata keçiriblər və onlar qanunun qarşısında cavab verərlər. İndiki vəziyyətdə havadar olan şəxs və bunların cinayətini izin itirməyə çalışan qurum, əfsuslar olsun ki, xüsusi xidmət orqanlarıdır, dövlət təhlükəsizlik xidmətinin əməkdaşlarıdırlar.